Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən tam ədədlərin vurulması və bölünməsi mövzusuna baxırıq. Dərsimizə baxıb bəyənməyi, paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, çəkdiyimiz hər bir yeni dərs sizə çatmış olsun. Dediyim kimi, bugünkü dərsimiz tam ədədlərin vurulması və bölünməsi qaydasıdır. Deməli, tam ədədlərin ilk öncə hasilinə baxaq. Tam ədədlərin hasilinə baxarkən bu ədədlər müxtəlif işarəli və ya eyni işarəli ola bilər. Müxtəlif işarəli iki ədədin hasilini tapmaq üçün onların modullarının hasilini tapıb hasilin qarşısında mənfi işarəsi yazmaq lazımdır. Məsələn, baxaq. Mənfi 6 vurulsun, məsələn 5. Bu ədədlərin hasilini tapmaq üçün 6-nı 5-ə vururuq 30 və hasilin qarşısında mənfi işarəsi yazırıq. Yəni, deməli, dediyim kimi, müxtəlif işarəli iki ədədin hasilini tapmaq üçün onların modullarını vururuq və hasilin qarşısında mənfi işarəsi yazırıq. Başqa birinə baxaq. 7 vurulsun, mənfi 8. Bu zaman biz 7-nin modulu 7 edər, mənfi 8-in də modulu 8. 7-ni 8-ə vursaq 56 və hasilin qarşısında mənfi işarəsi yazarıq. Eyni işarəli ədədlərin hasilinə baxmaq üçün, məsələn, mənfi 9 vurulsun, mənfi 4. Eyni işarəli ədədlərin hasilinə baxmaq üçün onların modullarını vurmaq kifayətdir. Yəni, mənfi 9-un modulu 9, mənfi 4-ün modulu 4-dür və 9-u 4-ə vursaq 36 edər. Başqa bir misala baxaq. Məsələn, mənfi 12 vurulsun, mənfi 5. 12-ni 5-ə vururuq 60. Yəni, buradan deməli, belə bir fikrə gəlirik ki, İki mənfi ədədi bir-birinə vuran zaman, yəni eyni işarəli ədədi bir-birinə vuran zaman alınan ədədin işarəsi müsbət, müxtəlif işarəli iki ədədin hasilini tapan zaman isə alınan hasilin işarəsi mənfi olar. Bu, analoji olaraq tam ədədlərin bölünməsi qaydasında da yararlıdır. Yəni, eyni işarəli iki ədədi, yəni hər ikisi mənfi olan, tutaq ki, iki ədədi bir-birinə bölsək, alınan nəticə müsbət. Müxtəlif işarəli iki ədədi bir-birinə bölsək, alınan nəticə, yəni alınan ədəd mənfi olar. Hər ikisi müsbət olan halıda artıq bilirsiniz ki, iki müsbət ədədin nisbəti də, hasili də müsbət olar. Məsələn, mənfi 20 bölünsün 4. Burada mənfi 20-ni 4-ə bölmək üçün bunların modullarının nisbətini tapırıq. Yəni, 20-nin 4-ə nisbətini tapırıq 5 və qismətin qarşısında mənfi işarəsi yazırıq. Hər ikisi mənfi olduqda ədədlərin, yəni bölünən və bölən hər ikisi mənfi olduqda, məsələn, mənfi 65 bölünsün, mənfi 5. Bu zaman onların modullarının nisbətini tapmaq kifayət eləyir. Yəni, mənfi 65-in modulu 65, mənfi 5-in modulu 5, 65-i 5-ə bölsək 13. Deməli, bir neçə mənfi ədədin hasilini taparkən, ümumiyyətlə baxırıqsa ki, bir neçə ədədin hasilinə, o zaman mənfi ədədlərin sayına fikir vermək lazımdır. Hasildə mənfi ədədlərin sayı tək sayda durduqda, hasil mənfi, cüt sayda olduqda isə hasil müsbət olar. Məsələn, mənfi 2 vurulsun, mənfi 3, vurulsun, mənfi 4, vurulsun, mənfi 5. Biz burada görürük ki, mənfi ədədlərin sayı cüt saydadır. Bu zaman onların modullarını vurmaq kifayət eləyir. 2-ni 3-ə vursaq 6, 6 4-ümü 24 və 24-ü 5-ə vursaq 120. Əgər vuruqların sayı tək sayda olarsa, məsələn, buradan yazaq, mənfi 5 vurulsun, mənfi 6, vurulsun, mənfi 2, vurulsun 7. Bu zaman baxırıq ki, mənfi ədədlərin sayı tək saydadır.
Ona görə də alınan hasil mənfi ədəd olar. 5'i 6'ya vururuq 30, 30'u 2'ye vursak 60, 60'ı 7'ye vursak mənfi 420. İndi isə mövzulara aid tapşırıqlara baxaq. Birinci tapşırığa baxaq. 2 ilə mənfi 8'in hasili aydındır ki, mənfi 16 edər. Mənfi 16 edər. Mənfi 2'ni 4'ə vursaq, mənfi 8. Mənfi 5'i 6'ya vursaq, mənfi 30. 4'ü mənfi 1'ə vursaq, mənfi 4. Mənfi 3 ilə 3'ün hasili edər, mənfi 9. Mənfi 6 ilə 8'in hasili mənfi 48. Mənfi 10 ilə mənfi 6'nın hasili mənfi 60. 8 ilə mənfi 11'in hasili isə mənfi 88 edər. Bu iki variantı siz yazarsınız. Keçək ikinci tapşırığa. Cavabı vurma əməli ilə tapın və bir neçə cavabı təkrar toplama ilə yoxlayın. Məsələn, birinci suala baxsaq A variantına görürük ki, orada deməli toplananların sayı tək saydadır, 5 ədəddir və biz bu zaman mənfi 1'i vururuq 5'ə. Bu da bərabər olar mənfi 5. B variantına baxsaq, toplananların sayı 4 ədəddir. Ona görə də mənfi 2'ni vururuq 4'ə, cavab mənfi 8. C variantda toplananın sayı 12 ədəddir. Mənfi 8'i vururuq 12'yə, cavab olur mənfi 96. Baxırıq D variantına, toplananın sayı 6 ədəddir. Mənfi 9'u vururuq 6'ya, bərabər mənfi 54. Deməli, Y variantda toplananın sayı 5 ədəddir. Mənfi 15'i vururuq 5'ə, cavab olar mənfi 75. F variantında toplananların sayı 10 ədəddir. Toplanan da mənfi 21 olduğuna görə mənfi 21'i vururuq ona, cavab olur mənfi 210. Burada əlavə olaraq deyir ki, bir neçə cavabı təkrar toplama ilə yoxlayın. Yəni siz burada toplananları sadəcə toplama əməlini tətbiq edərək, toplayaraq cavab ala bilərsiniz. Məsələn, elə A variantında mənfi 1'in üzərinə mənfi 1, mənfi 2, onun üzərinə mənfi 1, mənfi 3, mənfi 1'in üzərinə mənfi 1, mənfi 4 və mənfi 4'ün üzərinə mənfi 1 əlavə eləsək, mənfi 5 almış olarıq. Tapşırıq 3'ə baxaq. Ədəd oxunda verilən təsvirə uyğun vurma əməlini misalla yazaq. A variantda ədəd ox üzərində sol istiqamətdə 1 vahid xanalarla 5 vahid sola göstərilib əməl. Yəni biz bunu necə yaza bilərik? Mənfi 1 vurulsun 5 kimi yaza bilərik. Bu da bərabər olar mənfi 5'ə. B variantda isə deməli 3 vahid aralıqlarla 3 xana sola göstərilib. Bunu da mənfi 3 vurulsun 3 kimi yaza bilərik. Bərabər olar mənfi 9'a. Dördüncü tapşırığa baxaq. Fikirlərdən hansı doğrudur? Nümunələrlə izah edin. 2 vuruqdan biri mənfi 1 olarsa, hasil digər vuruğun əksi olar. Bu doğrudur. Məsələn, mənfi 1'i vursaq 6'ya, bərabər mənfi 6 alarıq və görürük ki, mənfi 6 6'nın əksidir. B variantda baxaq. 3 eyni işarəli ədədin hasili müsbət ədəddir. Bu doğru deyil. Deməli, A-ya plus qoyaq ki, doğrudur. B doğru deyil. Məsələn, 2 vurulsun 3 vurulsun 5 bərabər 30 edər. Hər üçün müsbət götürdük. İndi isə hər üçün mənfi götürək. 2 mənfi 2 vurulsun mənfi 3 vurulsun mənfi 5 bərabər mənfi 60 olar. Deməli, eyni işarəli 3 ədədin hasili heç də həmişə müsbət ədəd olmur. C varianta baxaq. Vuruqlardan biri 0 olarsa hasil 0'a bərabərdir. Bu da doğrudur. Çünki 0'ın istənilən ədədlə hasili 0'a bərabərdir. Yəni 0'ı istər müsbət ədədə vuraq,
sıfırı istər mənfi ədədə vuraq, həmişə hasil sıfıra bərabərdir. Baxaq 5 nömrəli tapşırığa. Mənfi 3 ilə mənfi 7-nin hasili hər ikisi eyni işarəli olduğuna görə 21-ə bərabərdir. Mənfi 2 ilə mənfi 1-in hasili 2-yə bərabərdir. C variantda mənfi 5 ilə mənfi 4-ün hasili 20-yə bərabərdir. Mənfi 4 ilə mənfi 4-ün hasili 16 müsbət ədəddir. Deməli, Y-də 48, F-də 99, J variantında 84, H variantında 84, çünki 2 mənfi ədədin hasili həmişə müsbətdir. I variantda 65, J variantda isə 180 olar. Müqayisə edin, baxaq A variantına. Mənfi 3 ilə 5-in hasili mənfi, bunu qırmızı ilə yazaq, daha aydın görsənsin. Mənfi 3 ilə mənfi 5-in hasili mənfi 15 edər. Mənfi 5 ilə 3-ün hasili mənfi 15 edər. Deməli, bunlar bərabərdir. Mənfi 4 ilə mənfi 5-in hasili 20, mənfi 6 ilə mənfi 4-ün hasili 24 edər və 20 24-dən kiçik olduğuna görə birinci ifadə kiçikdir. 2 ilə mənfi 12-nin hasili mənfi 24, mənfi 4 ilə 7-nin hasili mənfi 28 edər və mənfi 24 mənfi 28-dən böyükdür. Mənfi 20-nin üzərinə mənfi 4-ün moduluna əlavə eləsək, mənfi 20 plus 4 mənfi 16 olar. Mənfi 1 ilə mənfi 16-nın hasili müsbət 16 olar. Deməli, birinci ifadə kiçikdir. 5 ilə mənfi 6-nın hasili mənfi 30, mənfi 16 ilə mənfi 16-nın fərqi, mənfi 16 minus 16 da mənfi 32 edər. Deməli, mənfi 30 böyükdür, yəni sol tərəfki ifadə böyükdür. 16-nı mənfi 4-ün moduluna vursaq, yəni 16 vur 4 sayılır 64, mənfi 8-i 9-a vursaq mənfi 72 və müsbət ədəd də mənfi ədəddən həmişə böyükdür. 7-ci tapşırığa baxaq. Boşxanalara uyğun ədədləri şifahi tapın. Mənfi 2-ni hansı ədədə vursaq mənfi 6 olar. Aydındır ki 3-ü. Deməli, burada mənfi 3-dür. Çünki mənfi 3-ü mənfi 3-ə müsbət 9 edər. Burada 3-dür. Burada da 3-dür. 3-ü mənfi 20-yə vursaq mənfi 60. 5-cidə isə 5-dir. Mənfi 5-dir. Mənfi 5. Deməli, 6-cıda 0-dır. 7-cidə mənfi 4-dür. 8-cidə isə müsbət 2-dir. Baxaq 8-ci tapşırığa. Hasili tapın. Deməli, ədədlərin hasilini tapmaq üçün dedik ki, onların modullarını vururuq. Mənfi ədədlərin sayı tək olduqda qarşıda mənfi yazılır, cüt sayda olduqda isə müsbət yazılır da, müsbət olur, yəni hasil. Burada da baxırıq, hər bir bənddə vuruqların hasilinə baxsaq, A variantda 3 mənfi ədəd var, ona görə hasil mənfi olar. Və cavab olar 4, 2, 8, 8, 3-ə vursaq mənfi 24. B-də olar mənfi 60. C variantda olar. C variantda isə mənfi 2 ədəddir. Yəni hasil müsbət olur. Olur 210. D variantda isə 4 ədəd mənfi ədəddir və hasil müsbət olur. Burada 2-ni 8-ə vursaq 16, 16-nı 3-ə vursaq 48 və 48-i 4-ə vursaq, deməli, olur 192. Baxaq 9-cu tapşırığa. Hesablama aparmadan hasilin müsbət və ya mənfi olduğunu müəyyən edin. Hər iki vuruq mənfi olduğuna görə hasil müsbət olar. Vuruqlardan biri mənfi olduğuna görə vuruq hasil mənfi olar. Deməli,
C variantda hasil müsbət olar, çünki mənfinin sayı 2 ədəddir. D variantda mənfi olar, mənfinin sayı 1 ədəddir. Y variantda isə mənfi olar, hasil mənfi olar, çünki mənfilərin sayı tək ədəddir, yəni 3 dənədir. Şifahi hesablayın 10-cu tapşırığa baxaq. Birinci baxırıq mənfilərin sayına. A variantda 2 ədəddir, müsbət olur və cavab oldu 60. Baxırıq B variantına. Vuruqlardan biri 0 olduğuna görə hasil 0-a bərabərdir. C variantda 1 ədəd mənfi olduğuna görə hasil mənfidir, mənfi 700. Baxırıq D variantına. Mənfi bir ədəd olduğuna görə hasil mənfidir, mənfi 30. Y varianta baxaq. 2 ədəd mənfi olduğuna görə hasil müsbətdir, 1800. F-də vuruqlardan biri 0 olduğuna görə hasil 0 olar. J-də deməli G variantda 3 ədəd olduğuna görə hasil mənfi olar, 12000, mənfi 12000. H variantda mənfinin sayı 3 ədəd olduğuna görə hasil yenə də mənfidir və 1000 olar, mənfi 1000. Baxaq 11-ci misala. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Deməli, A varianta baxsaq, 2-ni vururuq mənfi 3-ə, olur mənfi 6. B variantda mənfi 7-ni vururuq mənfi 7-yə, 49. C variantda mənfi 30-u vururuq mənfi 5-ə, olur müsbət 150. D variantda mənfi K-nı 9-a vurmaq üçün deməli biz mənfi 3-ü vururuq 9-a. Bu da bərabər 27. Y varianta baxaq. Mənfi 4-ü vururuq mənfi 12-yə, müsbət 48. F variantda mənfi 45-i vururuq C-nin əksinə. C-də mənfi 2 olduğuna görə müsbət 2 olar, olur mənfi 90. İndi baxaq tam ədədlərin bölünməsinə. Bildiyimiz kimi 2 mənfi ədədin nisbəti müsbət, yəni eyni işarəli 2 ədədin nisbəti müsbət, müxtəlif işarə olduqda isə mənfi olur. Mənfi 20-ni 4-ə bölsək müsbət 5, mənfi 18-i 2-yə bölsək mənfi 9, mənfi 28-i mənfi 1-ə bölsək 28, mənfi 30-u mənfi 3-ə bölsək 10, 0-ı mənfi 4-ə böldükdə 0, mənfi 35-i 7-yə bölsək mənfi 5, mənfi 28-i 14-ə bölsək mənfi 2, mənfi 100-ü 10-a bölsək mənfi 10, mənfi 76-nı mənfi 4-ə bölsək 19, mənfi 38-i mənfi 1-ə bölsək mənfi 38 edər. Tənlikləri həll edək. Burada x bərabərdir mənfi 15-i 3-ə bölürük mənfi 5, D bərabərdir mənfi 12-ni mənfi 2-yə bölürük müsbət 6, Z bərabərdir mənfi 4-ü bölürük mənfi 28-i bölürük mənfi 4-ə, eləyər müsbət 7. A bərabərdir 0, N bərabərdir mənfi 6, Y bərabərdir mənfi 2. Baxaq 14-cü tapşırığa. Havanın temperaturu gecə yarısı 1 dərəcə oldu. Gecə yarısı 12 tamamdır. Gecə 12 tamam, yəni 24:00. 3 saat ərzində hər növbəti saatda havanın temperaturu 2 dərəcə aşağı düşdü. 2 dərəcə aşağı düşürsə mənfi 2 götürürük və 3 saat ərzində hər saatda 2 dərəcə düşdüyünə görə mənfi 2-ni vururuq 3-ə mənfi 6 və 1-in üzərinə mənfi 6-nı əlavə edirik. Alırıq mənfi 5 dərəcə Selsi.
Yəni 3 saatdan sonra havanın temperaturu -5 dərəcə Selsi olar. 3 saatdan sonra havanın temperaturu nə qədər oldu? Bu olsun birinci sualın cavabı. İndi ikinci sualın cavabına baxaq. Saat neçədə havanın temperaturu -3 dərəcə oldu? Deməli, havanın temperaturunun, ikinci sualı buradan yazaq. Havanın temperaturunun -3 dərəcə olması üçün biz 1-in üzərinə -4 əlavə eləməliyik ki, -3 olsun. -4 dərəcə də olması üçün 2 saat kifayət eləyər. Yəni hər saatda 2 dərəcə aşağı düşdüyünə görə -4'ü də 2'yə bölsək, -2'yə bölsək daha doğrusu. -2'yə bölsək 2 saat. Deməli, gecə yarıdan sonra 2 saat elə gecə saat 2'ni edər. Yəni gecə saat 2. Belə yazaq. Gecə saat 2. 15-ci tapşırığa baxaq. Dalğıc 1 dəqiqədə 6 metr üzməklə 3 dəqiqəyə suyun səthinə qalxdı. Birinci sual, onun suyun səthindən olan səviyyəsini necə müəyyən etmək olar? 6 metr dəqiqədə üzürsə və 3 dəqiqəyə suyun səthinə qalxırsa, onun əvvəlcə deməli dəniz səthindən də suyun səthindən olan səviyyəsi -6 vurulsun 3 bərabər -18 olar. Yəni 18 metr dərinlikdə. 18 metr dərinlik. Baxaq ikinci suala. Dalğıc suyun səthinə 1 dəqiqə tez çatmaq üçün dəqiqədə neçə metr sürətlə qalxmalı idi? 18'i 2'yə bölürük. 9 metr. Dəqiqədə 9 metr sürətlə yuxarıya qalxmalıdır. Bugünkü dərsimiz bu qədər uşaqlar. Hələlik növbəti dərslərimizdə görüşənə.